Hər kəsə salam. Bugün sizlərlə birlikdə Azərbaycan dili qəbul proqramına uyğun olaraq ikinci bölmə morfemika və söz yaradıcılığının izahını verməyə çalışacağıq. Mən izaha keçməzdən öncə siz videonu bəyənməyi, kanala abunə olmağı, video ilə bağlı olan fikirlərinizi isə bizə yazmağı unutmayın. Eyni zamanda onlayn qruplarımıza qeydiyyat davam eləyir. Siz bizə qoşularaq sıfırdan Azərbaycan dili dərslərini ən dərinliklərinə qədər öyrənə bilərsiniz. Elə isə gəlin başlayaq izaha. Ümumiyyətlə Azərbaycan dilçiliyində və yaxud da dilçilikdə sözləri biz iki qrupa bölə bilərik. Gəlin bölək. Sözlər. Birinci qrupa daxildir leksik lüğəvi mənası olan sözlər, ikinci qrupa isə leksik lüğəvi mənası olmayan sözlər. Leksik mənası olan sözlər hansılardır? Yəni əsas nitq hissələri, leksik lüğəvi mənası olmayanlar, yəni köməkçi. Deməli, bu qaydada biz sözləri iki qrupa böldük. Leksik mənası, biz bunu belə deyək də, morfologiya bölməsinin əvvəlində də öyrənirik. Əsas nitq hissələrin leksik mənası olur, köməkçi nitq hissələrin leksik mənası olmur. Həmçinin öyrənirik ki, əsas nitq hissələri quruluşca üç cür olur: sadə, düzəltmə və mürəkkəb. Köməkçi nitq hissələrindən isə qoşma ancaq sadə olur, digərləri isə sadə və mürəkkəb olurlar. Deməli, köməkçi nitq hissələrində biz leksik şəkilçilər artırıb yeni sözlər əmələ gətirə bilmərik. Onlar quruluşca düzəltmə ola bilməzlər. Amma əsas nitq hissələri leksik şəkilçilər qəbul edərək və yaxud da ümumiyyətlə iki söz birləşərək birlikdə bir məna ifadə edə bilərlər. Yəni yeni bir söz yarada bilərlər. Yəni bizə morfemika və söz yaradıcılığı bölməsində hansı sözlər köməyimizə gələcək? Leksik mənası olan sözlər. Yəni əsas nitq hissələrinə aid olan sözlər. Köməkçi nitq hissələri isə bu məsələdə biraz passivdirlər. Biraz yəni ümumiyyətlə onların heç bir fəaliyyəti yoxdur. Bəli, istisna məqam var ki, köməkçi nitq hissələrdə belə deyək də, köməkçi nitq hissəsində söz düzəlsin. Aidlik və xasiyyət sözüdür. Bunlar aid və xas qoşmalarından yaranmışdır. Lakin bu istisna məqamdır. Biz iki nümunədən çıxış eləyib bütün qaydanı belə deyək, inkar edə bilmərik. Deməli, söz yaradıcılığı və morfemika bölməsində bizə lazım olan sözlər hansı qism sözlərdir? Əsas nitq hissələrinə aid olan sözlərdir. Bəli, deməli, ümumiyyətlə söz, yəni əsas nitq hissələrinə aid olan söz iki tərkib hissədən ibarət olur: kökdən və şəkilçidən. Gəlin bir nümunə yazaq. Tutaq ki, yazıram kitabxana sözün. Kitab sözün köküdür. Xana isə burada nədir? Leksik şəkilçidir. Və yaxud da yazıram dənizçi sözün. Dəniz sözün köküdür, çi isə şəkilçidir. Bəli, indi gəlin görək bu kök və şəkilçinin bir-birinə fərqi nədir? Kök nədir, şəkilçi nədir? Söz iki tərkib hissədən ibarətdir. Yenə qeyd edirəm, kökdən və şəkilçidən. Kök sözün ayrılıqda işlənə bilən hissəsinə deyilir. Məsələn, bir sözün kökünü tapmaq üçün bizim dilimizdə ki yoxdur, kit yoxdur, kita yoxdur, kitab var. Deməli, bu sözün kitabxana sözünün kökü nədir? Kitabdır. Kitab sözü ayrılıqda işlənə bilər. Bəli, biz deməli kökün xüsusiyyətlərini yazaq. Kök nədir? Sözün ayrılıqda işlənə bilən hissəsidir. Yəni ayrılıqda işlənir. Kitab nə? Kitab. Suala cavab verir. Deməli, suala cavab verirsə, qrammatik mənası var. Dörd. Kitab sözünün biz bilirik ki, leksik mənası da var. Kitab sözü müstəqil cümlə üzvü ola bilər. Baxın belə.
Deməli, bu nədir? Kökə aid olan xüsusiyyətlərdir. Gəlin buradan bir dənə qayda formalaşdıraq. Sözün ayrılıqda işlənə bilən, suala cavab verən, leksik və qrammatik mənası olan və müstəqil cümlə üzvü kimi çıxış edən hissəsinə sözün kökü deyilir. Bəs şəkilci hansı xüsusiyyətlərə malikdir? Şəkilci 1. Ayrılıqda işlənə bilməz. Yəni ayrılıqda leksik mənaya, ayrılıqda bir məna vermir. 2. Suala cavab vermir. 3. Qrammatik mənası var. Bəli. Biz bilirik ki, leksik və qrammatik mənanı izah edərkən qeyd etmişdik. Dedik ki, əsas nitq hissələrində, köməkçi nitq hissələrində şəkilçilərin də qrammatik mənası var. Amma leksik mənası yoxdur. Və müstəqil cümlə üzvü də olmur. Qoşulduğu sözlə birlikdə cümlədə cümlə üzvü vəzifəsinə çıxış eləyir də, belə deyək. Olmur. Baxın belə. Bəli, bu kökün xüsusiyyətləri, bu şəkilçinin xüsusiyyətləri. Sözün ayrılıqda işlənə bilməyən, suala cavab verməyən, leksik mənası olmayan və belə deyək də, ümumiyyətlə nə köməkçi nitq hissələri, nə də şəkilçilər cümlə üzvü vəzifəsinə çıxış edə bilməz. Şəkilçi, bəli, yeni bir söz yaradanda, orada artıq belə deyək də, şəkilçi olaraq cümlə üzvü olmur. Yeni bir söz yaradır, həmin söz cümlə üzvü olur. Hissəsinə nə deyilir? Şəkilçi deyilir. Bəli, kök və şəkilçinin bu kimi fərqli cəhətləri var və oxşar cəhətləri də var. Oxşar cəhəti hansıdır? Hər ikisinin qrammatik mənasının olması. Deməli, həm sözün kökünün, həm də şəkilçinin qrammatik mənası var. Kök və belə deyirik, sözün kökü haqqında bu qeyd elədiklərimizi bilmək kifayət eləyir ki, istənilən tipli suala cavab verəsən. Bəs gəlin şəkilçini biraz daha dəqiqliyi ilə öyrənək. Şəkilçi. Şəkilçilər bir neçə qrupa bölünürlər. Mənasına görə. İkinci xüsusiyyət. Mənasına görə leksik və qrammatik olacaq. Sonra yazılışına görə. Daha sonra mənşəyinə görə. Bir də qoşulma yerinə görə. Gəlin birinci mənasına görə şəkilçilərin növlərini öyrənək. Mənasına görə hansılardır? Leksik şəkilçilər, qrammatik şəkilçilər. Yazılışına görə 3 yerə bölünəcək: 1 variantlı, 2 variantlı və 4 variantlı. Mənşəyinə görə alınma və milli. Qoşulma yerinə görə söz önü, bir də söz sonu. Baxın belə. Gəlin birinci bu mənasına görə olan qruplardan danışaq. Birinci danışaq nəyə? Leksik şəkilçilər barədə. Ümumiyyətlə mənasına görə şəkilçilər 2 qrupa bölünür. Leksik şəkilçilər, söz düzəldici şəkilçilər deyirik biz buna. Qrammatik şəkilçilər, söz dəyişdirici şəkilçilər. Nədir leksik şəkilçilər? Sözlərə qoşularaq, sözlərə artırılaraq yeni bir söz əmələ gətirən şəkilçilərə leksik şəkilçilər deyilir. Biz buna ona görə deyirik söz düzəldici. Yəni bizim artıq qarşımızda yeni leksik mənalı bir vahid olur. Tutaq ki, belə deyək də, kitab sözü var. Kitab nədir? Oxumaq üçün istifadə etdiyimiz bir vasitədir. Düzdür? Kitabxana nədir? Kitabların saxlanıldığı yerdir. Deməli, kitab sözünə mən xana leksik şəkilçisini artırmaqla yeni bir söz əldə etdim. Yeni bir leksik vahid əldə etdim. Bax, sözə artırılaraq yeni bir söz əmələ gətirən şəkilçilərə deyirlər leksik şəkilçilər. Leksik şəkilçilər sözün quruluşunu dəyişə bilir. Dəyişə
bilir. Burada nəyə fikir vermək lazımdır? Mütləq dəyişir anlayışı yanlışdır. Leksik şəkilçi, baxın, burada sadə sözü, kitab sözünü artırılanda sözün quruluşunu dəyişib. Amma tutaq ki, kitabxana, mən buna bir dənə də kitabxanaçı şəkilçisini artırsam, burada kitabxana sözü zaten düzəltməlidir. Mən buna 50 dənə də bundan sonra leksik şəkilçisi artırsam, onun quruluşu dəyişməyəcək. Yenə də düzəltmə olaraq qalacaq. Leksik şəkilçilər yalnız sadə sözləri artırdığı təqdirdə sözün quruluşunu dəyişir. Düzəltmə və mürəkkəb sözləri artırılan, məsələn, baxın, xoşbəxt. Xoşbəxt nədir? Mürəkkəb sözdür, düzdür? Xoşbəxtlik yenə də mürəkkəb sözdür. Yəni burada leksik şəkilçi sözün quruluşunu dəyişmədi. Sözün leksik mənası dəyişir. Bu mütləq məsələdir. Leksik şəkilçi sözün leksik mənası mütləq dəyişməlidir. Yəni, belə deyək də, yeni bir leksik vahid yaratmalıdır ki, biz ona deyək ki, yeni bir söz düzəldi. Tutaq ki, baxın, xoşbəxt sifətdir, belə deyirik, özünü xoşbəxt hiss eləmək. Xoşbəxtlik isə ümumiyyətlə o anlayışın bir adıdır. Yəni, xoşbəxt sözü ilə xoşbəxtlik sözünün leksik mənaları bir-birinin tamamilə fərqlidir. Həmçinin kitabla kitabxana sözünün də leksik məna və yaxud da kitabxana ilə kitabxanaçı sözünün leksik mənaları fərqlidir. Bəli, belə deyək də, əsas məzmundan tamamilə uzaqlaşmayıb, amma yenə də yeni bir leksik vahiddir. Burada bir dənə istisna var, bahalı sözüdür. Bahalı. Baha da eyni leksik mənanı verir, bahalı da eyni leksik mənanı verir. Yəni, burada leksik şəkilçi sözün leksik mənasını dəyişmir, amma dəyişir. Bu sadəcə bir məqamdır və biz bu məqamdan çıxış edərək ümumiyyətlə qaydanı inkar edə bilmərik. Sözün qrammatik mənası dəyişə də bilər, dəyişməyə də bilər. Dəyişə də bilər, dəyişməyə də. Məsələn, baxın, kitab isimdir, kitabxana da isimdir, kitabxanaçı da isimdir. Burada sözün qrammatik mənası dəyişməyib. Amma xoşbəxt sifətdir, xoşbəxtlik isimdir. Belə. Sonra, leksik şəkilçilər sözlər arasında əlaqələndirmə rolunu oynamır və sözün formasını dəyişə bilməz. Leksik şəkilçilər milli də ola bilər, alınmadı. Məsələn, buradakı ç şəkilçisi millidir, l şəkilçisi millidir, amma xana şəkilçisi alınmadı. Onlar ahəng qanuna tabe ola da bilərlər, olmaya da bilərlər. Məsələn, xana şəkilçisi ahəng qanuna tabe deyil, çünki bir variantlı şəkilçidir, amma l şəkilçisi ilə ç şəkilçisi ahəng qanuna tabedir. Bunlar bir variantlı da ola bilərlər, alınma ola bildiyinə görə 2 variantlı da 4 variantlıdır. Məsələn, xana şəkilçisi 1 variantlıdır, ç şəkilçisi 4 variantlıdır. Məsələn, laş şəkilçisi 2 variantlıdır. Salamdan salamlaş. Bunlar sözün əvvəlinə də artırıla bilərlər, sonuna da artırıla bilər. Məsələn, kitabxanaçı, xoşbəxtlik sözlərində görürsünüz sözün sonuna artırılıblar. Amma əvvələ artırılma məqamı da var. Məsələn, baməzə. Sözün əvvəlinə artırılan şəkilçilər hamısı leksik şəkilçilərdir. Bivəfa. Baxın belə. Sözdə ardıcıl olan şəkilçilərin artırılması necədir? Sözdə birinci leksik, sonra qrammatik şəkilçi artırılmalıdır. Yəni kök, leksik, daha sonra qrammatik şəkilçi artırılmalıdır. Amma bizdə 4 dənə şəkilçi var. Ç'dır, ç 4 variantlıdır, sız 4 variantlıdır. Sonra cil olmalıdır. Cil şəkilçisi 1 variantlı, bir də dakçı şəkilçisi 2 variantlı. Baxın, bu şəkilçilər qrammatik şəkilçidə sonra da artırıla bilər. Məsələn, xalamgil. Xala sözün kökü mənim xalam, mənsubiyyət, cil isə leksik şəkilçi. Gördüyünüz kimi burada qrammatik şəkilçi leksik şəkilçidən öndə gəlib. Leksik şəkilçilər barədə bunları bilmək kifayət eləyəcək. Gəlin keçək qrammatik şəkilçilərə. Qrammatik şəkilçi nədir? Qrammatik şəkilçilər yəni söz dəyişdirici şəkilçilər. Yəni, qrammatik şəkilçilər sözə artırılaraq sözün leksik mənasını dəyişmir. Sözün formasını dəyişir. Yəni, düşünün, adam eynidir, sadəcə olaraq geyimin dəyişir. Yəni, qrammatik şəkilçini belə də başa düşə bilərik.
Leksik şəkilçinin işarəsi baxın bu formadadır. Kökün işarəsi bu formadadır. Qrammatik şəkilçinin işarəsi bu formadadır. Yəni bunu da qeyd eləyək. Deməli, qrammatik şəkilçilər sözün quruluşunu dəyişə bilməz. Məsələn, sadədirsə biz ona qrammatik şəkilçi artıranda yenə də o sadədir. Düzəltmədirsə biz ona qrammatik şəkilçi artıranda o yenə də düzəltmədir. Mürəkkəbdirsə biz ona qrammatik şəkilçi artıranda o yenə də mürəkkəbdir. Məsələn, kitabla davam eləyək. Kitablar. Kitab sözün kökü, bunlar qrammatik şəkilçi. Kitab, xanalar. Kitab sözün kökü, xana leksik. Yəni bu artıq düzəltməni. Mən buna lar qrammatik şəkilçi açsam, bu yenə də düzəltmə olaraq qalacaq. İstiotlar. İstiot mürəkkəb sözdür. Mən ona lar qrammatik şəkilçi artırsam, onun yenə quruluşu dəyişməz, olduğu kimi də qalar. Bunlar nə sözün leksik mənasını, nə də qrammatik mənasını dəyişə bilmirlər. Tutaq ki, kitab sözü hansı leksik mənaya malikdirsə, kitabxanalar sözü də eyni leksik mənaya malikdir. Bu şəkilçilər yalnız milli olur. Baxın, yadınızda qalsın. Leksik şəkilçilər milli də ola bilər, alınma da ola bilər. Qrammatik şəkilçilər isə yalnız milli olmalıdır. Onların alınma variantına biz rast gəlmirik. Dilimizdə olan bütün qrammatik şəkilçilər milli şəkilçilərdir. Bunlar bir variantlı ola bilməzlər. Biz bilirik axı, ahəng qanunu bizim dilimizin əsas qanunudur. Ona görə şəkilçi kökdəki son saytına uyğunlaşmalıdır. Ya 2 variantlı olmalıdır, ya 4 variantlı olmalıdır. Deməli, bir variantlı ola bilməzlər. Bunlar ahəng qanununa mütləq tabe olmalıdırlar. Baxın belə və sözün önünə də qoşula bilməzlər. Mən bayaq izahda qeyd elədim. Dedim ki, leksik şəkilçilər leksik şəkilçilər, sözönü şəkilçilər hamısı leksik şəkilçilərdir. Bəli, bəs belə bir sual ortaya çıxa bilər ki, bunlar bizim dilimizdə hansı kimi funksiyalara malikdirlər? Bunlar sözlər arasında əlaqələndirmə rolunu oynayır. Yəni biz leksik şəkilçi ilə söz yaradırıqsa, qrammatik şəkilçi ilə cümləni formalaşdırırıq. Qrammatik şəkilçilər olmasa biz cümlə qura bilmərik. Tutaq ki, baxın, ev getmək. Belə sanki aksentlə danışırıq. Evə getmək olmalıdır da. Yuxarı silmək. Yuxarını silmək olmalıdır da, düzdür? Belə. Yəni qrammatik şəkilçilər olmasa biz sözləri bir-biri ilə əlaqələndirib cümlə qura bilmərik. Qrammatik şəkilçilər bizdə 2 nitq hissəsində rast gəlinən məsələlərdəndir. Birincisi isimlərdə qrammatik şəkilçi var, bir də feilin özünə məxsus qrammatik şəkilçisi var. Bax, isimlər və feillərin özünə məxsus qrammatik şəkilçisi var. Amma əsas nitq hissələrindən hamısı köməkçi nitq hissələrindən də qoşma qrammatik şəkilçilərlə işlənə bilər. Yəni, məsələn, sifət qrammatik şəkilçisi ilə işlənə bilər, sadəcə sifətin özünə aid qrammatik şəkilçisi yoxdur. Say qrammatik şəkilçilərlə işlənə bilər, sadəcə sayın özünə məxsus qrammatik şəkilçisi yoxdur. Baxın belə. İsimlərdə cəmdir, haldır, yəni kateqoriya şəkilçiləri cəmdir, haldır, mənsubiyyətdir, xəbərlikdir. Feillərdə zamandır, yəni bir dənə məlum məhkum növlər var, qrammatik məna növlərindən başqa bütün şəkilçilər qrammatik şəkilçilərdir. Zamandır, şəxsdir, inkarlıqdır, təsriflənməyə forma şəkilçilərdir. Bunu əzbərləyib də yadınıza saxlaya bilərsiniz, amma əzbərə söykənən elm deyil. Anlayışına çıxış edərək başqa hansı yollarla müəyyənləşdirə bilərik. Sözü sual verdiyimiz zaman şəkilçi sualın tərkibini keçirsə, o şəkilçi qrammatik şəkilçidir. Məsələn, deyirəm ki, evə getmək demişik elə yuxarıda, amma yazılıda yenə haraya? Görürsünüz? Aha, bir də deyirəm ki, dəftərə baxmaq. Nəyə? Bir də deyirəm ki, kitabxana. Nə? Nə xana demədim ki, nə dedim. Deməli, leksik şəkilçi sualın tərkibinə keçmir. Qrammatik şəkilçi isə sualın tərkibinə keçir. Gəlir ikinci qrup. Yazılışına görə şəkilçilərin növlərinə. Şəkilçilər yazılışına görə 1 variantlı ola bilər, 2 variantlı ola bilər və 4 variantlı ola bilər. 1 variantlı şəkilçilər. Aha. 1 variantlı. 1 variantlı şəkilçilər. 1 variantlı şəkilçilər bizim dilimizdə birinci yadınızda saxlayın ki, alınmadı. Aha. 1 variantlı şəkilçilər alınma şəkilçilərdir. Məsələn, baxın, kar şəkilçisidir, pərəst şəkilçisidir, xana şəkilçisidir, nə bilim, dan şəkilçisidir, güldandakı dan, sonra ivi şəkilçisidir. Bu şəkilçilər
bir variantlı şəkilçilərdir və s. Amma bizim öz dilimizdə bir variantlı şəkilçilərə rast gəlinmir. Bu pərəstdir, xanadıdan, bunlar da alındığı sözlərdə bir söz olub əslində. Məsələn, xana ərəb və fars dillərində otaq mənasını ifadə edir. Sadəcə bizim dilimizdə söz kimi yox, şəkilçi kimi keçiblər. Bəli, bu qaydanı da Azərbaycanda bir çox qaydada olduğu kimi bu qaydanın da istisna məqamı var. Bizim dilimizdə cildir, cil şəkilçisidir, daşdır, sovdur, şındır, bir də lak şəkilçisidir ki, bunlar bir variantlı şəkilçi olsa da millidir. Amma yəni buradan çıxış eləyib qaydanı inkar eləmək olmaz. Bunlar sadəcə istisna məqamdır. Bəli, bir variantlı şəkilçilər ahəng qanuna tabe olmur. Tabe olmur. Olmur. Və bir variantlı şəkilçilər çox üzr istəyirəm. Leksikdir. Hamısı leksikdir. Biz bir variantlı qrammatik şəkilçiyə rast gəlmirik. Bu qədər. Gəlib çıxırıq 2 və 4 variantlı şəkilçilərə. 2 variantlı şəkilçilərin tərkibində A, Ə, 4 variantlı şəkilçilərin tərkibində I, I, U, Ü saitlərindən biri iştirak edir. Məsələn, 2 variantlı şəkilçilər dadə şəkilçisidir, dan-dən şəkilçisi var, laş şəkilçisi var, lar şəkilçisi var, daçı şəkilçisi var və s. Baxın, bu şəkilçilər 2 variantlı şəkilçilərdir. 2 variantlı şəkilçilərdə sadəcə sonuncu saitin qalın və incəliyi nəzərə alınır. Məsələn, çiçək, çiçək də olur. İncədirsə incə. Odun, da olur, qalındırsa qalın. Burada sadəcə sonuncu saitin qalın və incəliyi nəzərdə alınır. Digər 4 variantlı şəkilçilərdə isə qalın, incəlik və dodaqlanan, dodaqlanmayan olması. Məsələn, çiçək, in, incə dodaqlanmayan, odun, un, qalın dodaqlanan. Baxın belə. 4 variantlı şəkil, həm 2 və 4 variantlı şəkilçilər leksik də ola bilər, qrammatik də ola bilər, alınma da ola bilər, milli də ola bilər və s. və ilə axır. Bunlar daha çox belə deyək də milli olurlar. Yəni alınma olunma məqamı demək olar ki, rast gəlinən bir məsələ deyil. Bəli, baxın belə. Bir də 2 hecalı şəkilçilər var. Məsələn, daçı şəkilçisidir. Burada mən dedim ki, 4 variantlı şəkilçilərin tərkibində I, I, U, 2 variantlar ki, A, Ə iştirak edir və ya ınca şəkilçisi var. Görürsünüzmü? Hər ikisi iştirak eləyib. Bəs nə bilək bu 2 variantlıdır yoxsa 4 variantlıdır? Birinci sayta baxırsınız. A, Ədirsə 2 variantlıdır. I, U, Üdən biridirsə, deməli 4 variantlıdır. Baxın belə. Şəkilçilərin qoşulma yeri. Şəkilçilər sözün önünə qoşula bilər və sözün sonuna qoşula bilər. Söz önü şəkilçilər. Söz önü şəkilçilər yazaq. Söz önü şəkilçilər hansılardır? Badır, bidi, ladır, codur, nə bilim, zidi, zişurdur, banı yazmışam, bir vəfa yazdığı, adı və s. Bunlar belə deyək də sözün önünə qoşulan şəkilçilərdir və hamısı leksikdir. Hamısı bir variantlıdır. Bir tür yazılır. Bir variantlı və hamısı belə deyək sifət düzəldir. Söz sonu şəkilçilər isə leksik də ola bilər, qrammatik də ola bilər, bir variantlı da ola bilər, 2-4 variantlı da ola bilər, söz düzəldici də ola bilər, qrammatik də ola bilər və s. və ilə axır. Mənşəyinə görə şəkilçilər isə alınma və millidir. Bir variantlı şəkilçilərdir, söz önü şəkilçilərdir, indi istisnaları var. Bunlar alınmadır. 2 və 4 cür yazılan şəkilçilər, həmçinin qrammatik şəkilçilərin hamısı leksik şəkilçilərin 90%-i bizim milli şəkilçilərimizdir. Baxın belə, feillərdə leksik və qrammatik şəkilçini müəyyənləşdirmək daha asandır. Burada maq qaydasından istifadə edirik. Həmçinin mame inkar şəkilçisindən də istifadə edə bilərsiniz. Deməli, biz şəkilçidən sonra maq-məyi artıra biliriksə, o şəkilçi leksik şəkilçidir. Artıra bilmiriksə, qrammatik şəkilçidir. Məsələn, baxın, salam. Silək bunu. Məsələn, salam. La feilinə salamlanmaq deyirik. Deməli, bu belədir. Salamlaş. Tutaq ki, bura şını da artırsaq, salamlaşdı deyə bilirik. Deməli, bu leksik şəkilçidir. Amma məsələn, deyirəm ki, gəlir. Gəlirməş deyə bilmirik. Deməli, buradakı qrammatik şəkilçi olmuş olur. Baxın, belə. Ümid edirəm ki, mövzu izahımız sizin üçün yararlı oldu. Gələn izahlarda görüşmək ümidi ilə.